Hamıya salam dostlar. Tarot Gündəliyim kanalına hamınız xoş gəldiniz, səfalar gətirdiniz. Bu gün sizlərlə birlikdə çox maraqlı, bir o qədər də praktik bir mövzuya toxunacağıq. Xüsusilə mənə Instagramdan və şərhlərdən ən çox verilən suallardan biri olan, hər kəsin rahatlıqla tətbiq edə biləcəyi bir açılış nümunəsini göstərəcəyəm. Bu açılışın adı qərar açılışıdır. Videonun təfərrüatlarına keçməzdən əvvəl, əgər hələ də abunə deyilsinizsə, kanalıma abunə olmağı və bu videonu bəyənərək mənə dəstək olmağı unutmayın. Həmçinin hər hansı bir sualınız yaranarsa, mənə hər zaman Tarot Gündəliyim Instagram hesabı vasitəsilə yazıb müraciət edə bilərsiniz. İndi isə gəlin, vaxt itirmədən dərhal videomuza başlayaq. Hamınıza xoş izləmələr arzu edirəm. Girişdə də qeyd etdiyim kimi, bugün əsas mövzumuz qərar açılışıdır. Amma başlamazdan əvvəl çox vacib bir məqamı vurğulamalıyam. Dostlar, lütfən bunu unutmayın. Tarot heç vaxt, amma heç vaxt bizim yerimizə qərar vermir. Bu düşüncədən özünüzü tamamilə uzaq tutmağınızı istəyirəm. Yəni məqsədiniz belə olmamalıdır. Mən bir qərar açılışı edim, görüm tarot mənə hansı yolu seç deyəcək. Mən də gedib onu edim. Belə bir dünya yoxdur. Tarot sizə sadəcə yolları göstərir. Seçimi isə hər zaman sizin iradənizə buraxır. Həyatınızın idarəsini, vacib qərarlarınızı heç vaxt yalnız tarot və ya buna bənzər sistemlərlə verməyin. Bu sistemlər sizə sadəcə ön məlumat verir, vəziyyətin görünməyən tərəflərini işıqlandırır. Bugün sizə göstərəcəyim bu açılış, xüsusilə yeni başlayanlar üçün hazırlanmış 5 kartdan ibarət mini bir qərar açılışıdır. Olduqca sadə, amma bir o qədər də təsirlidir. Gəlin quruluşuna baxaq. Mərkəzdə dayanan kart bizim mövcud vəziyyətimizi, yəni hazırki enerjimizi təmsil edir. Bu qərarsızlıq sizi necə təsir edir? Ruh halınız nə yerdədir? Mərkəz kartı bizə bunu deyir. Digər 4 kart isə 2 fərqli yolu təmsil edir. Birinci və ikinci kartlar, tutaq ki, X yolunu seçsəniz, bunun müsbət və mənfi tərəflərini, yəni üstünlüklərini və dezavantajlarını göstərir. Üçüncü və dördüncü kartlar isə Y yolu üçün eyni funksiyanı daşıyır. Bu açılışı kartlarla aranızdakı ünsiyyəti, enerjini gücləndirmək üçün tez-tez istifadə edə bilərsiniz. Məsələn, bu gün çölə çıxım, yoxsa evdə qalım? Bu kitabı oxuyum, yoxsa film izləyim? Kimi kiçik suallarla başlayın ki, kartların dilini daha yaxşı öyrənəsiniz. İndi gəlin, bir nümunə üzərindən dərindən təhlil edək. Təsəvvür edək ki, keçmişdə bir münasibətiniz olub və bitib. Üstündən zaman keçib, amma halınız hələ də oradadır. Sualımız belədir. Keçmiş sevgilimə addım atmalıyam, yoxsa yox? Kartlarımızı açırıq. Mərkəz kartımızda qədəh kralı çıxdı. Qədəh kralı bizə deyir ki, bu məsələ sizin üçün tamamilə emosional bir yük daşıyır. Amma siz bu qərarı verərkən artıq yalnız duyğularınızla hərəkət etmirsiniz. Hisslərinizi bir növ idarə altına almısınız. Həm ürəyinizin səsinə qulaq asırsınız, həm də məntiqinizi işə salmağa çalışırsınız. Bu kərarsızlığın kökündə də elə bu balans axtarışı dayanır. Yaxşı, bəs mən addım atsam nə olar? Üstünlük tərəfində qala kartını görürük. İlk baxışda qorxulu görünə bilər, amma üstünlük mövqeyində qala kartı çıxırsa, bu o deməkdir ki, bu addımı atmaqla siz bütün qeyri-müəyyənliyə son qoyacaqsınız. Bəlkə də qarşı tərəf sizi rədd edəcək, amma bu rədd cavabı sizin üçün bir qurtuluş olacaq. Çünki artıq görəsən nə olar sualı beyninizdən silinəcək. O bağ tamamilə qırılacaq və siz artıq yeni bir səhifə aça biləcəksiniz. Bu bir növ zehni azadlıqdır. Bəs bunun mənfi tərəfi nədir? Orada da tərxək kartı çıxır. Bu, sizin üçün biraz riskli bir vəziyyətdir. Özünüzü biraz sadəlöv hiss edə bilərsiniz. Bəlkə də qarşı tərəfin verəcəyi reaksiya sizin özünə inamınızı sarsıda bilər. Özünüzü bir anlıq boşluqda hiss edə bilərsiniz. Bəs əgər addım atmasam, yəni olduğum kimi qalsam, nə olar? Üstünlük tərəfində Pentakl 8-lisi var. Bu kart bizə deyir ki, sən öz yoluna davam edəcəksən. Öz işinlə, öz inkişafınla məşğul olacaqsan. Bu vəziyyət səni duyğusal fırtınalardan qoruyacaq, daha stabil və sabit bir həyat sürəcəksən. Amma mənfi tərəfdəki kartımız xəbərdarlıq edir. Əgər heç bir hərəkət etməsən, o şəxs sənin həyatından tamamilə silinib gedə bilər. Bəlkə də başqası ilə yeni bir yola çıxacaq və sən bunu izləmək məcburiyyətində qalacaqsan. Yəni hər iki yolun da özünə görə ağır və yüngül tərəfləri var.
Gəlin ikinci bir nümunəyə baxaq. Bu da çox verilən suallardan biridir. İxtisas seçimi. Tutaq ki, X ixtisası ilə Y ixtisası arasında qalmısınız. Mərkəzdə ay kartı çıxır. Ay kartı çıxanda bilin ki, hələ hər şey dumanlıdır. Sizin əlinizdə hələ kifayət qədər məlumat yoxdur. Qərar verməyə tələsirsiniz, amma əvvəlcə dərindən bir araşdırma etməlisiniz. X ixtisasının üstünlüklərində qədəh valeti çıxır. Bu sahə sizə emosional məmnunluq gətirəcək. Bəlkə də həyatınızın işini orada tapacaqsınız. Amma mənfi tərəfi odur ki, bu yol sizi biraz məhdudlaşdıra bilər. Başqa seçimlərinizi əlinizdən ala bilər. Y ixtisasına baxdıqda isə maddi imkanların daha geniş olduğunu görürük. Lakin mənfi tərəfdə çıxan baş rahib kartı bizə deyir ki, bu peşə biraz mühafizəkar və ya klassik qala bilər. Sürətlə dəyişən dünyaya uyğunlaşmaqda çətinlik çəkə bilərsiniz. Ona görə də özünüzü daim inkişaf etdirməlisiniz. Son olaraq bir çoxunuzun maraqlandığı bir sual. Tarot öyrənməliyəm yoxsa Katina? Mərkəz kartımız Pentakl yedilisi. Bu kart səbir kartıdır dostlar. Hansını seçirsinizsə seçin, bunun bir gecədə olmayacağını, ciddi bir əmək və zaman tələb etdiyini bilməlisiniz. Tarotun üstünlüklərində qədəh cəngavəri var. Bu yol sizin ruhunuzu qidalandıracaq, insanları və özünüzü daha yaxşı anlamağınıza kömək edəcək. Mənfi tərəfi isə əsa valetidir. Yəni tez darıxa bilərsiniz, həvəsiniz tez sönə bilər. Katina tərəfində isə əmək verdikcə bəhrəsini görəcəyiniz bir yol var. Amma mənfi tərəfdə çıxan qılınc doqquzluğu xəbərdarlıq edir. Katinanın enerjisi biraz daha ağırdır. Öyrəndiyiniz bəzi şeylər sizi yora bilər. Gecələr düşünməyinizə səbəb ola bilər. Ona görə də başlanğıc üçün mən həmişə deyirəm ki, tarot daha yumşaq bir keçiddir. Bəli dostlar, bu videomda sizlərə qərar açılışını bütün detalları ilə izah etməyə çalışdım. Ümid edirəm ki, bu məlumatlar sizin üçün faydalı olar və qərarsız qaldığınız anlarda sizə bir işıq tutar. Əgər videonu bəyəndinizsə, rəy yazmağı və dostlarınızla paylaşmağı unutmayın. Həmçinin tarot təlimlərimlə bağlı bütün məlumatları videonun aşağısındakı açıqlama hissəsindən əldə edə bilərsiniz. Özünüzə çox yaxşı baxın, enerjinizi yüksək tutun. Növbəti videolarda görüşmək ümidi ilə, hələlik.